Salam əziz tələbələr, biz sizlə Word proqramından fayl və home tabı haqqında danışmışdıq. İndi isə digər tablar haqqında məlumat verəcəm. Gəlin biraz təkrar eləyək. Fayl və home tabı nə idi? Ümumiyyətlə Word-ə daxil olduğumuz zaman deyirdik ki, bizi belə bir görüntü qarşılayır və Word sənədində Word proqramında yaradılan sənədin adı dokument 1 adlanırdı. Və demişdik ki, Word-də müəyyən tablardan istifadə olunur. Fayl və home tabı haqqında danışmışdıq. Məsəl üçün, fayl tabı demişdik, fayl tabının müəyyən əmrləri var. Home'dur, new'dur, open'dur, info, save'dir, save as-dir. Bunlar haqqında məlumat vermişdim. Sonra home tabından danışmışdıq ki, home tabının da müəyyən qrupları var və həmin qrupların da əmrləri var. Misal üçün, clipboard qrupudur, font qrupudur, paragraf qrupudur, styles və editing qruplarıdır. Burada clipboard qrupu mübadilə buferidir ki, içərisində müəyyən əmrlər var. Paste, cut, copy, format, paint ki, bunların hər biri haqqında məlumat vermişdim. Font qrupunun əmrləri. Burada altdan xətt var, belə deyək, kursiv ilə yazılış var, böyütmək var, kiçiltmək var, belə deyim, mətni, yazını silmək var və rəngin dəyişməyi var. Yəni, burada da müəyyən əmrlər var ki, bu haqda da məlumat vermişdim. Bundan başqa paragraf əmridir, styles, bir də editing qrupunun əmrləridir. Editing qrupunun əmrləri haqqında geniş danışmamışdım. Burada danışmaq istəyirəm replace hissəsindən. Replace hissəsində burada go to keçid sahəsi var. Go to keçid sahəsinə daxil olsam, mən bu sahədə istədiyim hansı səhifəyə keçid etmək istəyirəmsə, düzdür, indi məndə bir səhifəlikdir. Əgər ki, çox səhifəlik bir sənədiniz varsa, buradan plus neçə istəyirsinizsə yazmaqla, yəni həmin səhifəni yazmaqla istədiyiniz səhifəyə keçid edə bilərsiniz. Yəni, bu da bu formada. Misal üçün, burada find hissəsi var. Find nə üçündür? Find hər hansısa bir simvolu find hissəsindən axtara bilərik. Yəni, istədiyimiz simvolu daxil edirik və onu axtarmaq üçün istifadə olunur. İndi gəlin danışaq insert tabından. Insert tabına daxil olsam, ümumiyyətlə insert əlavə etmək deməkdir. Yəni, nəsə bir şey, belə deyək, bir şəkil əlavə etmək istəyirəmsə, mən sənədimə, bir cədvəl əlavə etmək istəyirəmsə, burada smart artlar var, diaqramlar var. Yəni, bunları əlavə etmək üçün mən insert tabından istifadə edəcəm. Əvvəlcə gəlin danışaq, burada px qrupu var, tables qrupu var, illustrations, add-ins, mediadır, link, comments, hit and photo var, text var, bir də simvollar qrupu var. Yəni, insertün də müxtəlif qrupları var. Əvvəlcə danışsaq page, belə deyək, səhifə qrupundan, page hissəsindən danışsaq, burada birinci var cover page. Cover page nədir? Bu sənədə müəyyən üz qabığı əlavə etmək üçün istifadə olunur. Yəni, sənədin üz qabığını dəyişdirmək üçün, yəni müxtəlif üz qabıqları əlavə etmək üçün istifadə edə bilərəm. Sonra, burada var blank page. Blank page nə deməkdir? Boş bir səhifə əlavə eləyir. Boş səhifə əlavə eləyir, blank page. Baxın, hər dəfə blank page-ə vuranda boş bir səhifə əlavə olunur. Məsələn, aşağı hissədən baxın, səhifələrin sayı dəyişir. Deməli, cover page dedik ki, üz qabığını dəyişdirir, blank page isə yeni səhifə əlavə edir. Bəs page birik nədir? Bu da, belə deyək, kursorun dayandığı mövqedən mətni birik ümumiyyətlə kəsmək deməkdir. Yəni, mətni kəsmək üçün istifadə olunur. Misal üçün, belə göstərim. Bura yazsam ki, Salam Azərbaycan yazsam, bunu biraz böyüdək.
İndi kursoru gətirsəm bu salamla Azərbaycan sözünün arasına və buradan gəlib page 1-2 vursam, baxın salam bu tərəfdə qaldı, Azərbaycanı keçirtdi bu tərəfə. Yəni qısacası bax mətni bu formada bölmək üçün istifadə eləyir. Yəni bunun funksiyası bundan ibarətdir. Sonra deməli burada dedik cover page üz qabığı əlavə eləyir, blank page yeni səhifə əlavə edir. Page break də mətni kəsmək üçün, break dedik bölməkdir, kəsməkdir, yəni kəsmək üçün istifadə olunur. Bu oldu bizim PX qrupunun əmrləri. PX qrupundan danışdıq. Bizdə indi burada tables qrupu var. Tablesdan da heç nə adı üstündə mən yeni cədvəl əlavə eləyə bilərəm. Baxın, buradan istədiyim sətirli, sütunlu bu formada neçə sətir, neçə sütun istəyirəmsə bir cədvəl əlavə eləyə bilərəm. Burada müəyyən əmrlər var. Misal üçün insert table əmri var. Insert table əmrini vursam, burada bir pəncərə açılır. Baxın, bu formada bir pəncərə açılır. Deyir, columns var, bir də rows var. Ümumiyyətlə, mən buradan nə deməkdir bu? Yəni, sətir və sütunları daxil eləyə bilərəm. Sütun deyəndə columnsdan istifadə eləyəcəm. Columns sütun deməkdir. Sətir deyəndə isə rowsdan istifadə eləyəcəm. Neçə sətirli, neçə sütunluq bir belə deyək, cədvəl istəyirəmsə, bunu yazıb, o ki vursam, baxın, bu formada mənim bir cədvəlim alındı. Yəni belə. Bunun funksiyası da bundan ibarətdir. Bundan əlavə, dedik insertdə nə var idi burada? Insert table-dan danışdıq. Sonra burada var draft table. Draft table nədir? Qələmlə icazə verir ki, mən cədvəl çəkim. Yəni, qələmlə cədvəl çəkməyə icazə verir. Burada bu əmr nədir? Convert text to table. Ümumiyyətlə, text mətn deməkdir. Yəni, mən yazdığım mətni icazə verir ki, onu cədvəl formatına çevirim. Yəni, yazdığım mətni cədvəl formatına çevirməyə icazə verir. Bu nə deməkdir? Excel spreadsheet. Bu da, belə deyək, Exceldə hər hansısa bir cədvəl hazırlayıb, gətirib bura əlavə edə bilərəm. Bu əmr vasitəsilə Exceldə bir cədvəl hazırlayıb, gətirib bura əlavə edə bilərəm. Burada quick tables var. Bu nə deməkdir? Burada da, baxın, hazır cədvəl formatları var. Məsələn, kalendar olan, ayın tarixləri olan. Yəni, bax, bu quick table hissəsindən mən hazır cədvəllərdən istifadə edə bilərəm. Yəni, dedik, insert table vasitəsilə cədvəlin, sətirlərin, sütunlarını daxil edə bilirik. Yeni cədvəl yaradırıq. Draft table cədvəli qələmdən çəkməyə icazə verir. Convert text to table mətni cədvələ çevirməyə icazə verir. Excel spreadsheet Exceldə yaratdığımız cədvəli bura köçürməyə icazə verir. Bir də quick table hazır cədvəllərdən istifadə etməyə icazə verir. Bu oldu bizim deməli table qrupunun əmrləri. Bundan başqa burada nə var? Illustration qrupu var. Illustration nə deməkdir? Yəni, illüstrasiyalar və yaxud şəkillər də deyə bilərik. İllüstrasiyalar. Bu nə deməkdir? Baxın, picture var, shape var, ikonlar var, 3D modellər var. Yəni, bax, mən bu qrupdan istifadə eləyərək bura şəkil daxil eləyə bilərəm, fiqur daxil eləyə bilərəm, diaqramlardır. Məsələn, diaqram burada istədiyim hazır diaqramları seçib üzərində işləyə bilərəm. Smart artlar var. Müxtəlif görünüşlü. Baxın, bu formada smart artlar var ki, bir Word sənədi yaratdığım zaman bunlardan istifadə edə bilərəm. İkonlardır, shape, fiqurlar var burada. Baxın, bu fiqurlardan istifadə edə bilərəm. Sonra picture hissəsi də şəkillərdir. Yəni, şəkillərdən müəyyən, belə deyim, istəsəm şəkillər bura daxil edə bilərəm. İndi burada nə var? Baxın, buradakı picture hissəsində olan bu kompüterin özündə olan şəkilləri daxil eləyir. Yəni, mənim kompüterimdə hansı şəkillər varsa, onu bura daxil etməyə icazə verir. Bu stock image hissəsi,
Buradan mən Microsoftun mənə təqdim etdiyi şəkillərdən istifadə edə bilərəm. Online picture hissəsi də yəni onlayn formatda daxil olub şəkil kopyalayıb gətirib bura yapışdıra bilərəm. Yəni Google-dan, hər hansısa bir platformadan. Yəni buradakı əmrləri də dedik və screenshotdakı bildiyimiz kimi ekran görüntüsünü alır və ekran görüntüsünü alıb istənilən bir hissəyə əlavə etməyə, yapışdırmağa icazə verir. Deməli, biz fayl və home-dan danışmışdıq. Insert-ün də illustration-a qədər PXD, tables-dır, illustrations-dır. Bax, bu qruplar haqqında danışdım. İndi yerdə qaldı digər qruplar. Düzdür, burada məsəl üçün add-insdir, mediadır, linksdir. Bunlar, linkdə bəzi hissələr olar, amma bunlar çox da vacib deyil. İndi qısaca üstündən keçəcəm. Add-ins nə deməkdir? Ümumiyyətlə, add nədir? Nəyisə əlavə etməkdir. Ümumiyyətlə, demişdim ki, insert varsa, nəsə əlavə etmək varsa, burada mütləq ki, insert iştirak edir. Yəni, insertdən istifadə edir. Add-ins hissəsi də, misal üçün, burada get add-ins var. Bu, belə deyək də, nəsə əlavə bir şeylər əlavə etmək, yəni funksiyalar imkanlarını daha da genişləndirir. Bax, bu Word-ün. Microsoft Office bunu daxil edib ki, məsəl üçün, əvvəlki Word-lərdə, Word 2010-da, misal üçün, bu yox idi, bu hissə yox idi. Yəni, yeni imkanlar əlavə etmək üçün istifadə olunursa, burada Wikipedia var ki, Wikipediadan onlayn məlumatları daxil etmək üçün istifadə olunur. Sonra My Add-ins, yəni öz qoşma fayllarınızı, yəni məsələn öz şəkilləriniz olsun, qoşma fayl, videolar olsun, yəni bura daxil etməyə imkan verir. Məsələn, bunu internetdən hər hansısa bir qoşma fayl yükləyə bilərəm. Bu Wikipediadan bir mətn yerləşdirə bilərəm. Bu da My Add-ins ki, özünüzün qoşma fayllarınızı bura daxil edə bilərsiniz. Bundan başqa gəlir media hissəsi. Media hissəsi nədir? Onlayn video deyir, gətirib internetdən onlayn formatda video yerləşdirmək mümkündür ki, videonun da yəni QR-lə yerləşdirmək olar bura video şəklində və yaxud internet olarsa onlayn şəkildə yerləşdirmək mümkündür. Sonra gəldim link hissəsinə. Buradan birinci olan, yəni link yerləşdirə bilərəm. Bunun klaviaturadan qısa yolu Ctrl-K-dır. Belə deyək, əgər bir veb səhifənin ünvanını qoymaq istəyirəmsə bundan istifadə edəcəm. Sonra belə deyək, əlavə bir nəsə ünvan, hər hansısa bir ola bilsin Wikipedianın ünvanını yerləşdirmək istəyirəmsə bu linkdən istifadə edəcəm. Sonra burada bookmark var. Bu nədir? Belə deyək də, sənədə istədiyimiz bir hissəyə, sənədə məsələn başlıq olsun, son olsun, orta hissələri olsun. Yəni müəyyən bir ad vermək üçün istifadə olunur. Yəni ad veririk. Həmin belə deyək, ada daxil olduqda elə bil bir keçid kimi düşünün. Bu bookmark vasitəsilə həmin hissəyə mən keçid eləyirəm. Yəni bir əlaqə qurulur. Sonra burada cross reference var. Bu nə deməkdir? Misal üçün, olur bəzən Word sənədləri belə deyək də, daxil edir, yazılır ki, filan hissəyə qayıt. Nə bilim, başdakı misal üçün 1.1 mövzusunu izlə, filan şəkilə bax. Məsələn, o formada əlaqə yaratmaq üçün bax bu cross reference hissəsindən istifadə olunur. Dediyim kimi, bunlar çox da vacib deyil, ancaq yenə də qısaca dedim. Comment kommentariyadır, müəyyən kommentlər, şərhlər əlavə etmək üçün istifadə olunur. Sonra burada var hid and photo qrupu var. Buradakı gəlin əmrlərə də nəzər yetirək. Buradan hid əmri nə iş görür? Ümumiyyətlə hid and photo yuxarı və aşağı sərlövhələr, yəni dizaynlar əlavə eləyir, belə deyək. Baxın, hid yuxarı hissəyə əlavə eləmək deməkdir, hid baş deməkdir də. Yuxarı hissəyə bu formada sərlövhələr əlavə eləyir. Bir sənəd yaratdığımız zaman, dizayn etdiyimiz zaman bu formada sərlövhə verir. Foto isə aşağı hissədən. Baxın, aşağı hissədən sərlövhələr əlavə eləyir. Sonra page number var. Page number nə deməkdir? Səhifənin nömrələnməsidir. Məsələn, avtomatik istəsəm nömrələməyə qoyaram.
Yəni buradan müxtəlif nömrələmələr var. İstədiyim kimi baxın bu formada nömrələmələri seçə bilərəm. Sonra format page number format eləməkdir. Remove da heç nə bunu silməkdir. Yəni qoyduğum nömrələri silməkdir. Sonra deməli insert hissəsindən biz PX qrupundan danışdıq. Gəlin bir balaca təkrar eləyək. PX qrupunda dedik ki, cover page var. Burada nə var idi? Dizaynlar, yəni sənədin başlıq hissəsini istədiyim kimi təyin edə bilərdim. Plug page yeni səhifə əlavə eləyir. Page bilik də mətni kəsmək üçün istifadə olunduğunu dedim. Sonra tables qrupunda dedim tables qrupunun müxtəlif əmrləri var. Insert table-la mən cədvəli əllə daxil eləyə bilərəm. Draft table-la qələmlə çəkə bilərəm. Convert text to table nə idi? Mətni cədvələ çevirirdi. Excel spreadsheet dedik Excel-də yaratdığım cədvəli bura köçürə bilərəm. QX table-da hazır cədvəllərdən istifadə edə bilərəm. Sonra burada illustrations hissəsi. Illustrations nə idi? Şəkillər olan, animasiya deməyək, şəkillər olan hissə, illustrasiyalar belə deyək. Buradan dedim ki, kompüterdə olan şəkilləri daxil eləyir. Belə deyək, Stock Image Microsoft-un şəkilləridir. Online Pic yəni özündə olan şəkillərdir. Online Picdə onlayn formada şəkil gətirib yerləşdirə bilərəm. Shape fiqurlardır, ikonlardır, 3D modellərdir, smart artlar, diaqramlar. Bunların hamısını illustrations hissəsindən daxil eləyə bilərəm. Sonra burada nə var? Add-ins var. Dedik ki, bu hissə yeni yaradılmış hissədir. Mən Wikipediadan bir mətn əlavə eləyərəm. Özümdə olan qoşmalar, internetdən qoşma fayllar bura əlavə eləyə bilərəm. Media hissəsində dedik ki, onlayn mən bir video yerləşdirə bilərəm. Link hissəsində belə deyək, belə deyim də, bir səhifənin, veb səhifənin linkini yerləşdirə bilərəm və s. Bu hissələrdən danışdıq. Kommentdə şərhlər əlavə edir. Hit and footer-ni də indi dedim. İndi gəlin baxaq burada bizim qaldı text qrupu ilə simvol qrupunun əmrləri. Text qrupunda ümumiyyətlə burada nə var? Text book var. Bu nə deməkdir? Baxın, mətn qutucuqları əlavə eləyir. Yəni, mən bu mətn qutucuqlarını əlavə etməklə bunların içərisində müəyyən mətnlər yaza bilərəm. Sonra burada var, quick parts var. Bu nədir? Mən hansı ki, tez-tez belə deyim, istifadə etmək istədiyim şəkillər var. Yəni, onları gətirib bura daxil eləyib mətnlərdir, şəkillərdir, fayllardır. Yəni, bax, bura daxil etməklə onlardan daha sonra da istifadə edə bilərəm. Sonra Word art nədir? Sənədə müxtəlif dekorativ yazılar əlavə eləyir. Baxın, bu formada Word artlar əlavə eləyir. Sonra burada drop cap var. Drop cap nə deməkdir? Bu, tutaq ki, sənədlər olur. Məsəl üçün, birinci, baxın, bu formada hərfi böyüklə yazmaq üçün. Baxın, belə. Birinci hərfi böyüklə yazmaq üçün bu drop capdan istifadə eləyə bilərəm. Sonra, burada nə var? Line hissəsi bilirik xətt deməkdir. Yəni, bir xətlər əlavə etmək üçün. İndi deyərsiniz, necə xətlər? Bir sətr kimi, imza sətri deyək. Əlavə etmək üçün buradan istifadə edə bilərəm. Çox da vacib hissə deyil bunlar. Sonra date and time var. Vaxt və tarix hissəsi. Mətnə mən istəsəm vaxtı, tarixi, yəni nə zaman yaratdığımı daxil edə bilərəm. Sonra burada obyekt nədir? Müxtəlif obyektlər əlavə edə bilərəm. Misal üçün, OLE texnologiyası var idi bizdə. Yəni, OLE texnologiyası kimi müəyyən obyektlər daxil etmək mümkündür. Text qrupundan da danışdım. Bir də qaldı bizdə simvol qrupu. Simvol qrupunda da müəyyən əmrlər deməyək, 2 dənə əmr var. Equation düsturlardır, bu isə simvollardır. Yəni, düsturlar deyəndə daxil oluram, baxın, riyazi düsturlardır. Məsələn, bəzi riyazi, məsələn, sərbəst işlər yazanda adətən tələbələr istifadə edir bu düsturlardan. Sonra burada simvollar var. Yəni, simvolla düsturu qarışdırmırıq. Düzdür, hər ikisi insertdədir. Insertün simvols qrupundadır, amma equation düstur deməkdir. Simvol isə simvollar deməkdir. Insert qrupu haqqında qısacası bu qədər. İndi növbəti dərsdə dizayn hissəsi haqqında məlumat verəcəm. Yəni, qısa-qısa videoları YouTube kanalına qoyacam.